Hörmətli pedaqoqlar, dəyərli valideynlər, əziz şagird yoldaşlarım və məktəbimizin bütün dinləyiciləri. Hər birinizi Lənkəran rayonu Yuxarı Nüvədi kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radiosu Gələcəyin İşığı FM vasitəsilə səmimi qəlbdən salamlayıram. Bugün studiyamızda yenə də mən, məktəbimizin 7 sinif şagirdi Əlizadə Zeynəb sizinləyəm. Bugünkü verilişimiz sağlam həyat tərzinin əsas sütunlarından birinə həsr olunub. 6 aprel Ümumdünya Fiziki Aktivlik Günüdür. Məlumatlar gününün təsis edilməsində əsas məqsəd əhalinin fiziki hərəkətliliyinin artırılması, sağlam həyat tərzinin təşviqi və oturaq həyat vərdişlərinin mənfi təsirləri barədə maarifləndirmənin gücləndirilməsidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən fiziki passivlik qlobal miqyasda vaxtından əvvəl ölüm hallarının əsas risk faktorlarından birini hesab olunur. Statistik göstəricilər göstərir ki, dünya üzrə hər 4 böyükdən biri və hər 5 yeniyetmədən 4-ü kifayət qədər fiziki aktivlik göstərmir. Bu isə ürək-damar xəstəlikləri, şəkərli diabet, piyələnmə və digər xronik patologiyalara artırmasına səbəb olur. Fiziki aktivlik anlayışı yalnız idmanla məhdudlaşmır. Buraya gündəlik həyat prosesində həyata keçirilən bütün hərəkətlər, sürətli yerimə, qaçış, velosiped, sürmə, üzgüçülük, rəqs, bağçılıq fəaliyyəti və hətta pilləkanla qalxmaq kimi sadə vərdişlər daxildir. Əsas meyar orqanizmin enerji sərfiyyatının artması və əzələ sisteminin aktivləşməsidir. Elmi araşdırmalar sübut edir ki, müntəzəm fiziki hərəkət ürək əzələsinin fəaliyyətini gücləndirir, qan dövranını yaxşılaşdırır, tənəffüs sisteminin funksional imkanlarını artırır və maddələr mübadiləsini tənzimləyir. Bundan əlavə, fiziki aktivlik sinir sisteminə müsbət təsir göstərərək stres hormonlarının səviyyəsini azaldır və xoşbəxtlik hormonları adlandırılan endorfinlərin ifrazını artırır. Bu isə emosional sabitliyi və psixoloji rifahı təmin edir. Əziz dinləyicilər, gəlin bir məqam üzərində düşünün. Sağlamlıq yalnız xəstəliyin olmaması deməkdirmi? Tibb elmi sağlamlığı fiziki, psixoloji və sosial rifahın hormonik vəziyyəti kimi qiymətləndirir. Bu baxımdan fiziki aktivlik yalnız bədən üçün deyil, həm də zehni inkişaf üçün vacibdir. Müntəzəm idman edən şagirdlərin diqqət və yaddaş göstəricilərinin daha yüksək olduğu elmi araşdırmalarla təsdiqlənmişdir. Məktəb yaş dövrü fiziki inkişafın intensiv mərhələsidir. Bu dövrdə düzgün qamətin formalaşması, skelet əzələ sisteminin möhkəmlənməsi və koordinasiya bacarıqlarının inkişafı üçün hərəkət mühüm rol oynayır. Uzun müddət parta arxasında oturmaq isə onurğa sütununun əyilmə, əzələ zəifliyi və görmə problemlərinə səbəb ola bilər. Buna görə də dərs fasilələrində aktiv istirahət, idman dərslərində fəal iştirak və açıq havada oyunlar tövsiyə olunur. Mütəxəssislər yeniyetmələr üçün gündə ən azı 60 dəqiqə orta və ya yüksək intensivlikli fiziki aktivlik məsləhət görürlər. Fəaliyyətlərdə komanda idmanı növləri, atletika, gimnastika və digər dinamik hərəkətlər daxildir. Eyni zamanda əzələ gücünü artıran məşqlərin həftədə bir neçə dəfə icra faydalıdır. Fiziki hərəkətin sosial əhəmiyyətini də qeyd etmək vacibdir. Komanda idman növləri əməkdaşlıq, məsuliyyət və liderlik bacarıqlarını inkişaf etdirir. Şagirdlər arasında qarşılıqlı hörmət, dostluq və həmrəylik mühiti formalaşır. Bu isə sağlam cəmiyyətin təməlini təşkil edir. Əziz yoldaşlarım, texnologiyanın sürətli inkişafı həyatımızı asanlaşdırsa da, hərəkətsizliyin artırmışdır. Kompüter və mobil cihaz qarşısında uzun müddət qalmaq fiziki passivliyi dərinləşdirir. Buna görə də gündəlik rejimimizdə balans prinsipinə əməl etməliyik. Rəqəmsal mühitdə keçirilən vaxt aktiv hərəkətlə kompensasiya olunmalıdır. Fiziki aktivliyin iqtisadi və ictimai faydaları da vardır. Sağlam əhali əmək qabiliyyətini daha uzun müddət qoruyur. Səhiyyə xərcləri azalır və sosial rifah yüksəlir. Bu baxımdan sağlam həyat tərzi dövlət siyasətində prioritet istiqamətlərindən biri hesab olunur. Məktəbimizdə keçirilən idman yarışları, spartakiyadlar və sağlam aksiyalarda
da məhz bu məqsəddə xidmət edir. Hər bir şagird idmana cəlb olunması yalnız nəticə əldə etmək üçün deyil, sağlam vərdiş formalaşdırmaq üçün vacibdir. Çünki idman yalnız medalla ölçülmür. Əsas göstərici güclü iradə və davamlılıqdır. Fiziki aktivlik immun sisteminin gücləndirilməsində də mühüm rol oynayır. Müntəzəm hərəkət orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Bu xüsusilə dəyişkən iqlim şəraitində yaşayan bölgələr üçün aktualdır. Sağlam bədən daha dayanıqlı və çevik olur. Bununla yanaşı, düzgün qidalanma və kifayət qədər yuxu fiziki aktivliyin ayrılmaz hissəsidir. Enerji balansının qorunması üçün zülal, vitamin və minerallarla zəngin qida rasionu vacibdir. Yuxu rejiminin pozulması ilə məşqlərin effektivliyi azalda bilər. Əziz dinləyicilər, unutmayaq ki, böyük nəticələr kiçik addımlarla başlayır. Hər gün 20-30 dəqiqə sürətlə yerimə belə sağlamlıq göstəricilərində müsbət dəyişiklik yarada bilər. Əsas məsələ davamlılıqdır. Qısa müddətli həvəs deyil, uzun müddətli vərdiş uğrunda açırıqdır. Fiziki aktivlik iradəni möhkəmləndirir. Çətin məşq proseslərini keçmək, yorğunluğa baxmayaraq davam etmək insanın daxili gücünü artırır. Bu xüsusiyyətlər isə yalnız idmanla deyil, təhsil və həyatın digər sahələrində də uğura zəmin yaradır. Əziz müəllimlər və valideynlər, gənc nəslin sağlam böyüməsi üçün nümunə olmaq böyük əhəmiyyət daşıyır. Ailədə və məktəbdə sağlam həyat tərzinin təşviqi şagirdlərin davranış modelinə birbaşa təsir göstərir. Birlikdə keçirilən idman fəaliyyəti və ailə bağlarını da möhkəmləndirir. 6 aprel Ümumdünya Fiziki Aktivlik Günü bizə xatırladır ki, sağlamlıq təsadüfi deyil, şuurlu seçimdir. Hərəkət etmək həyat enerjisini qorumaq deməkdir. Güclü bədən, aydın düşüncə və yüksək əhval-ruhiyyə isə aktiv həyat tərzinin nəticəsidir. Mən məktəbimizin 7 sinif şagirdi Əlizadə Zeynəb. Bugün sizi daha fəal, daha enerjili və daha sağlam olmağa səsləyirəm. Gəlin idmanı gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirək. Özümüz və gələcəyimiz üçün möhkəm təməl yaradaq. Gələcəyin İşığı FM radiosunun bugünkü buraxılışı sona çatır. Qoy hər addımımız sağlamlığa doğru atılan inamlı addım olsun. Diqqətinizə görə təşəkkür edirəm. Sağlam qalın, hərəkətdə qalın və növbəti efirdə görüşənədək.